Salam əziz dost və izləyiciləri. Mənim hekayəmin bu dəfəki buraxılışında çox vacib, əhəmiyyətli bir mövzu ilə qarşınızdayıq. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qonağımızdır və onunla bugün hemofiliya xəstəliyi, bu xəstəlikdən əziyyət çəkən insanlar barədə, ümumiyyətlə onların həyat tərzi barədə danışacağıq. Həmkarım Amid Həsənquliyevlə birgə. Mən də salamlayıram dost TV izləyicilərimizi və düşünürəm ki, bu dəfəki verilişimizdə çox önəmli, çox vacib məsələlərə toxunacağıq və ümumiyyətlə hemofiliya haqqında geniş bir məlumat verəcəyik. Ayaz bəy, xoş gördük sizi. Çox təşəkkür edirəm, minnətdaram diqqət ayırdığınıza görə məhz bu məsələyə minnətdaram. Ayaz bəy, ilk sualım elə istərdim sizin assosiasiya barədə olsun. Ümumiyyətlə birliyiniz hansı işlərlə məşğuldur, fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz. Ümumilikdə isə hemofiliya xəstəliyi barədə izləyicilərimizə məlumat verərdiniz. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1997-ci ildə deməli təsis edildi və qeydiyyatdan keçdi və sizə deyim ki, bu illər ərzində məhz qanun laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin müalicəsində bir deməli dönüş rolu oynadıq biz. Belə ki, 97-ci ildən etibarən 2001-ci ilə qədər assosiasiya məhz pasientlərin məlumat bazasının üzərində çalışdı. Çünki o zamanlar pasientlərin sayı da belə bəlli deyildi. Və məlumat bazasını, yəni bütün pasientləri siyahıya aldıqdan sonra aidiyyatı dövlət qurumlarına təqdim etdi və 2000-ci ildən 2004-cü ilə qədər dövlət proqramının üzərində çalışdıq və deməli dövlət proqramının ilkin versiyasını aidiyyatı dövlət qurumlarına təqdim etdik və bunun üzərində çalışıldı və 2005-ci ildə dövlət proqramı Cənab Prezident tərəfindən təsdiqləndi və 2006-cı ildən bu günə qədər çox bahalı bizim pasientlərimiz üçün dərman preparatları ilə təminat tam təmənnasız olaraq gedir. Amma təkcə dərman preparatları ilə pasientin necə deyim, sağlam qalması mümkün deyil, əfsuslar olsun ki, çünki burada pasientlərin və onların valideynlərinin maarifləndirilməsi çox vacib rol oynayır. Bununla bərabər həm də deməli doktorların düzgün müalicəsi. Belə ki, biz bu sahədə artıq illərdir ki, həm maarifləndirmədə deməli dövlət səhiyyə qurumlarına dəstəyimizi göstəririk, onlarla bərabər çalışırıq. Belə ki, həm deməli pasientlər üçün hemofiliya məktəbi keçiririk və hemofiliya məktəbi çərçivəsində ilkin tibbi yardımla bağlı, damardaxili inyeksiya ilə bağlı və s. müxtəlif təlimlər keçiririk. Bundan başqa deməli təbiblə bərabər xüsusən də ki regionlarda deməli mərkəzi rayon xəstəxanaları nəzdində deməli doktorlar üçün təlimlər keçiririk və qeyd etmək istəyirəm ki, təkcə keçən il 1000-dən çox doktorlar üçün regionlarda təlimlər keçirildi. Yəni deməli Bakıdan komanda ilə bərabər, doktorlarımızla bərabər regionlarda deməli təlimlər keçirdik. Bundan başqa təchizatlanmada dəstəyimizi göstərməyə çalışırıq və belə ki 2023-cü ildə, 23 və 24-cü illərdə 5 rayonda fizioterapiyanın deməli təkmilləşməsi ilə bağlı öz deməli töhfəmizi verdi. Çünki bizim pasientlərimizə reabilitasiya və fizioterapiya çox vacib rol oynayır. 2022-ci ildə stomatologiyaya xüsusi yer ayırdıq və Naxçıvan Muxtar Respublikasında və Milli Hematologiya Mərkəzində stomatologiyanı deməli təkmilləşdirdik və bu işlər davamlı olaraq bizdə gedir. Ayaz bəy, çox böyük işlər görürsünüz həqiqətən və bu sahədə çox böyük bir məlumatlandırma xarakterli işlər görürsünüz. Mən biraz başa qayıtmaq istəyərdim. Bu sahəyə olan diqqət. Məsələn, Ayaz bəy biz bugün görürük, bu sahədə çox böyük məlumatları var. Tamaşaçılarımız üçün də çox maraqlıdır ki, Ayaz bəyə bax bu fikirlər hardan gəlib? Bildiyim qədər özünüzdə də var bu hemofiliyadan əziyyət çəkirsiniz. Bax bu necə baş verib həyatınızda və necə bu istiqamətdə artıq məlumatlandınız? Bilirsiniz, bunun üçün biraz gərək geriyə qayıdaq və 1997-ci ildə o zaman qeyd etdiyim kimi
demək olar ki, müalicə yox idi. Yeganə sağ qalmaq şansı qan və deməli plazma idi. Hansı ki, pasiyent əgər qanaxma içində xəstəxanaya gəlirdisə, qan deməli yəni itirə-itirə bir tərəfdən qan vurulurdu ki, bəlkə sağ qaldı. O zamanlar çox pis idi vəziyyət. Və 97-ci ildə mənim anam Gülnər Hüseynova tərəfindən məhz onun deməli təşəbbüsü ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası yaradıldı və bu işlərin bir çox hissəsini, yəni 25 il ərzində onun çox böyük bir əməyi oldu və dövlət qurumları ilə bərabər çalışıldı. Və məhz məndə bu xəstəliyin olmasına görə bir motivasiya oldu və çalışdıq ki, vəziyyəti dəyişək. Və sizə deyim ki, vəziyyət çox dəyişilib. Əlbəttə, burada dövlət səhiyyə qurumlarının çox böyük bir rolu var. Xüsusən də son dövr ərzində yəni demək istəyirəm ki, təməlli dəyişikliklər var. Düzdür, görüləcək işlər də çoxdur. Amma dərman qıtlığı əvvəllər yəni yaşanırdı. Amma indi yəni demək olar ki, deməli dərman preparatı ilə yəni problem yoxdur. Yəni qıtlıq yaşamırlar pasiyentlər. Və inkişaf hər il biz yəni inkişafı görürük və biz də çalışırıq ki, inkişafın deməli tezləşdirilməsi üçün öz töhfəmizi verək dövlət qurumlarına. Ayaz bəy, ümumiyyətlə istərdim ki, izləyicilərimizə həm də bu xəstəliyin xarakteristikası barədə məlumat verəsiniz. Bəlkə də körpə yaşlı uşağı olan bir ana bu xəstəlik barədə heç bir məlumata malik deyil, amma uşağı bilmədən bu xəstəlikdən əziyyət çəkir. Bu cür valideynlərə məsələn tövsiyə xarakterli məlumatlar verərdiniz. Ümumiyyətlə hemofiliya ilə qarşılaşan valideynlər ilk öncə hansı addımlar atmalıdırlar və bu cür insanların həyat tərzi necə qurulmalıdır? Bilirsiniz, hemofiliya irsi qan xəstəliyidir və simptomatik olaraq cüzi bir travmadan, cüzi bir kəsikdən, hətta deməli spontan, yəni qansızmalarla pasiyentlər yəni üz-üzə qalırlar. Əgər bu daxili qanaxmadırsa, misal üçün adi bir cüzi bir travmadan, deməli yəni oynaq daxili qansızmalar baş verir və yəni qansızma yerində sinirlər sıxılır və şiddətli yəni ağrılarla müşahidə edilir və bir neçə artıq daxili qanaxmalardan sonra insan əlilliyi ilə üz-üzə qala bilir. Yəni şiddətli fəsadları verir. Burada deməli sümüklərin dəyişilməsi, kontraktura və s. Və xarici qanaxmalar da deyə bilərəm ki, adi diş deməli çəkilməsindən qanaxmadan insan dünyasını dəyişə bilir və yaxud da burun qanaxmaları və s. Buna mütləq xüsusi yanaşma lazımdır. Belə ki, qeyd etdiyim kimi dərman preparatları daima pasiyentlərin yanında gərək olsun. Mən qeyd etmək istəyirəm ki, hazırda bizim pasiyentlərimizin əsas çətinliklərindən biri odur ki, dərman preparatlarını yalnız Bakıdan yəni əldə edirlər. Regionda olan pasiyentlərə ciddi bu çətinlik yaradır və düşünürəm ki, yaxın zamanda dövlət tərəfindən regionlara çatdırılması planlaşdırılır və bu çox vacib məsələdir. Və valideynlərə demək istəyirəm ki, uşaqlara diqqət etsinlər. Uşaqların xüsusən də əgər uşaq yəni balacadırsa, danışa bilmirsə, uşaqların bədənində deməli göyərtilər varsa əgər buna deməli diqqət yəni etsinlər və yaxud da uşaq səbəbsiz olaraq ağlayırsa, davamlı olaraq ağlayırsa və yaxud da bir qolunu, yəni ayağını tutub ağlayırsa, deməli tərpənə bilmirsə, şübhə var ki, orada bir qansızma var, daxili qansızma var. Və dərhal hematoloqa yəni müraciət lazımdır ki, analizlər verilsin. Xüsusən faktor 8 və faktor 9-cu deməli defisiti ilə bağlı yəni analizlər verilsin və diaqnoz qoyulsun. Əgər bu diaqnoz qoyuldusa pasiyentə, hemofiliya diaqnozu qoyuldusa, panikaya düşmək olmaz qətiyyən. Burada valideyn biraz soyuqqanlı olmalıdır. Artıq dövlət səhiyyə qurumları onları qeydiyyata alacaqlar və dərman preparatı ilə təminat başlayacaq.
Aydındır. Yəni heç də hemofiliyalı xəstə oldun, əlillik qazandın, evdə belə deyim, özünü qapatmaq, cəmiyyətə qatılmamaq kimi bir söhbət ola bilməz. Təbii ki, bu insanlar da sosiallaşa bilərlər, tam belə deyim, sağlam fərd kimi cəmiyyətdə öz həyatlarını belə davam edə bilərlər. Təbii ki, ilk növbədə valideyndən çox şey asılıdır. Valideynin bilikli olması, maariflənməsi istiqamətində işlər getməlidir. Ümumiyyətlə belə deyək, bu cür xəstələrin reabilitasiyası necə həyata keçirilir hal-hazırda ölkəmizdə? Bilirsiniz, reabilitasiya ümumiyyətlə çox vacib, yəni müalicənin vacib bir hissəsidir. Bəli. Və qeyd etdiyim kimi, yəni reabilitasiyanın vacibliyinə görə biz 5 rayon mərkəzi xəstəxanasında fizioterapiya və reabilitasiya kabinetlərinin deməli, yəni açılışında deməli səbəb olduq və deməli təchizatlandırdıq onu. Burada əsas məsələ odur ki, qansızmalar ki olur, onların fəsadı olur və o fəsadların qarşısının alınması üçün oynaqlarda idman çox vacibdir. Əfsuslar olsun ki, illərdir, yəni əvvəllər belə bir fikir var idi ki, uşaq tərpənməsin ki, yəni birdən travmalar və yəni qansızması olur, amma bu belə deyil. İdman çox vacibdir, çünki əzəllər əgər zəifdirsə, qansızmalar daha çox olacaq. Ona görə əzəllərin bərkidilməsi çox vacibdir. Bunun üçün də yəni travmatik olmayan idmanın, yəni idmanın uşaqlara mən bunu çox məsləhət görürəm və kimlərdə ki, yəni oynaqlarında fəsadlar varsa, burada fizioterapiya çox vacib rol oynayır. Həm xəstəxana daxilində pasientlərimiz artıq fizioterapiyadan istifadə edirlər, xüsusən də regionlarda. Həm də ki, deməli, Sosial Müdafiə Nazirliyinin balansında olan müəssisələrində də yəni pasientlər fizioterapiyaya gedirlər. Tam təmənnasız. Cəmiyyətdə belə bir fikir formalaşa bilər ki, hemofiliya ilə bağlı ki, yəni qanla bağlı bir problemdir. Bunun keçiciliyi nə dərəcədə mümkündür, varmı? Çünki bəzən belə deyək də ünsiyyətdən çəkinərlər insanlar ki, hemofiliya deyəndə fərqli yanaşma ola bilər. Buna istəyərdim biraz toxunaq. Ümumiyyətlə bu genetikmi keçici bir xəstəlik sayılır, yoxsa necə baş verir? Hemofiliya bəli genetik xəstəlikdir. Deməli burada ana daşıyıcı olur və övladına, deməli yəni oğluna keçirir bu xəstəliyi. Burada necə deyim, təmasla və yaxud da digər yollarla keçicilik yoxdur. Bu sırf genetik, irsi genetik xəstəlikdir. Keçməmə ehtimalı olurmu Ayaz bəy? Orada 50-50-yədir. Əgər ana daşıyıcıdırsa 50% oğlan uşağı hemofiliya doğula bilər, 50% də ola bilər ki, doğulmasın. Və onu qeyd etmək istəyirəm ki, hemofiliyadan başqa digər qalıqlanma pozğunluqları var. Demək olar ki, 70-ə yaxın müxtəlif xəstəliklər var ki, simptomatik eynidir, hamısı qanaxmalarla müşahidə olunurlar, amma bu pasientlərə, bu xəstəliklərə yanaşma tərzi tamam fərqlidir. Və qeyd etmək istəyirəm ki, burada artıq deməli, yəni qadınlar da, yəni qanlıqlanma pozğunluğundan əziyyət çəkən qadınlar var. Misal üçün, von Willebrand xəstəliyi, daha sonra deməli Glanzmann xəstəliyi, müəyyən deməli trombositopeniyalar və s. Ona görə biz bu xəstəliklər də çox nadirdir deyə və bizim təşkilatımız o xəstəliklərdən əziyyət çəkən pasientləri də öz deməli yanında saxlayır və davamlı olaraq təlimlərə cəlb edir. Burada deməli əsas məsələ belə başa düşürəm ki, anadan ötürülür evlada. Yəni burada heç bir təmasda keçicilik yoxdur və hemofiliyalı xəstəliyi olan şəxslər ancaq bu şəkildə. Amma bunun tam müalicəsi varmı Ayaz bəy? Qeyd etmək istəyirəm ki, ümumiyyətlə hər bir insanın genində 6-8 müxtəlif xəstəliklərin daşıyıcılığı var. Sadəcə olaraq necə deyim, yəni daşıyıcı kimi ola bilər ki, yəni deməli övladında o xəstəlik ola bilər biruzə versin, ola bilər də biruzə verməsin. Yəni daşıyıcılıq yəni xəstəlik demək deyil. Və ikinci məsələ də odur ki, tam sağalmaq xeyir. Əfsuslar olsun ki, yəni hazırda olan müasir müalicə tam sağalma şansı vermir, amma deməli profilaktik müalicə var ki, insan tam sağlam yaşaya bilər.
düzdür, tam sağalmasa da, amma tam sağlam yaşaya bilər. Bizim elə pasientlərimiz var ki, deməli dövlət qurumlarında da çalışırlar. Deməli yəni övladları var, tam sağlam. Deməli nəvələri olan bizim pasientlərimiz var. Düzgün yanaşma olsa, deməli maarifləndirilsələr və düzgün müalicə olsa, yəni sağlam yaşayacaqlar, dövlətinə, millətinə xeyirli vətəndaş olacaqlar. Yəni hər şey zamanında olmalıdır. Əlbəttə. Zamanında belə deyək, uşaq yaşlarından üzərində artıq çalışılmalıdır. Əgər bu xəstəlik belə deyək də bəlli olubsa və bu günə həm belə deyək, ağır olanlar da var, daha yüngül olanlar da var. Bildiyimiz qədər bu həm də birinci, ikinci dərəcəli əlillik olan şəxslər də var da bu hemofiliyalı. Ağrılar deyirsiniz müşahidə olunur. Bax indi bir şəxsdə hemofiliya varsa, bəlkə ola bilərmi hansısa bir böyük yaşa qədər gəlib çatıb, amma bu bəlli olmayıb özündə sonra, yoxsa mütləq ki, uşaq yaşlarından artıq bəlli olur, bu biruzə verir? Hemofiliyanın deməli yüngül, orta və ağır deməli formaları var. Ağır forması yəni ilk yəni 1 ildə uşaq dünyaya gələndən sonra 1 ildə artıq bilinir. Yəni uşaq artıq başlayanda inəkləməyə, dizlərində artıq göyərtilər, yəni göyərmələr müşahidə olunur və yaxud da deməli diş dibindən qan sızmalar, dişləri çıxanda uşağın və s. onu dərhal yəni görmək olur, müşahidə eləmək olur. Amma yüngül forma var ki, onda faktorun səviyyəsi yəni o qədər aşağı deyil ki, cüzi bir travmadan özünü büruzə versin. Olur ki, bəzən yəni pasient yəni artıq yaşa dolur, hansısa bir əməliyyatda falan, yəni əməliyyata girir, artıq orada böyük travma olduğuna görə şiddətli qanaxma ilə üz-üzə qalır və artıq yəni yalnız onda deməli diaqnoz qoyulur ki, bu pasientdə hemofiliya var. Bir də qazanılmış hemofiliya var. Bu da çox nadir hallarda rast gəlir. Qeyd etmək istəyirəm ki, yəni çox nadir haldır. Müəyyən yaşdan sonra müəyyən deməli səbəblərdən ola bilər. Burada deməli yəni zəhərlənmə ola bilər olsun ki, ondan sonra bədəndə müəyyən dəyişikliklər oldu və yaxud da bir çox orada yəni amillər yəni ehtimal var ki, belə bir şey ehtimal var ki, bəli, müəyyən yaşdan sonra qazanılmış hemofiliya olur və ömrünün sonuna kimi hemofiliya olaraq həyatını davam edir. Amma bu çox nadir haldır. Uşaqlıqdan gələn bir xəstəlik kimi siz hansı çətinliklərdən keçmisiniz? Belə deyim, uşaq yaşlarından artıq ananız sizə dəstək olub bu xəstəliklə mübarizə aparmaq üçün. Amma müəyyən bir perioddan sonra xəstəliyi qəbul edib, onunla barışıb, özünüzü belə deyim, cəmiyyətə qazandırmaq istəmisiniz. Bu period həyatınızda necə baş veribdi? Xəstəliyi qəbul etmək və belə deyim, yenidən cəmiyyətə qayıtmaq, daha doğrusu elə cəmiyyətə qatılmaq. Bu proses sizdə necə baş verib? Bilirsiniz, mən demək olar ki, gözümü açandan yəni ictimai sektoru görmüşəm və ictimai işlər gözümün qabağında olub və ən gənc yaşlarımdan ictimai sahədə çalışmışam. Ona görə bizdə qəbullanmaqla bağlı problem olmayıbdı. Hazırda yeni gələn valideynlər var, hansı ki, misal üçün onlar üçün xəstəlik bir şok idi. Şok yaşayırdılar və hətta yəni övladlarının gələcəyinə də ümidləri yəni o qədər də yox idi. Amma gəlib bizimlə birlikdə yəni olduqdan sonra biz deməli sağlamlıq yay düşərgələri keçiririk, müxtəlif seminarlar, konfranslar keçiririk il boyu. Gəlib görəndən sonra ki, xeyr, yəni düzgün yanaşma olsa tam yəni sağlam uşağın böyüyə bilər və s. Məni görürlər ki, tam sağlam, öz sözünü deyə bilən insandır və s. Yəni ailə təhsil və s. burada hər şey öz rolunu oynayır. Bir stimul yaranır və düşünürəm ki, və bu stimulun da davamı kimi bizim uşaqlarımız, yəni deməli xaricdə də təhsil yəni alan uşaqlarımız var, çox ağıllı uşaqlarımız var, maşallah olsun. Deməli bizneslə məşğul olanlarımız da var. Yəni bir neçə nəsil böyütmüşük biz. Hansı ki boya başa çatıblar və cəmiyyətdə öz yerlərini tapıblar. Məqsədimiz odur ki, hamıya çataq və maarifləndirməyə boş baxmasınlar valideynlər. Bu
uşağın sağlam qalmasında çox böyük bir yəni rol oynayır. Ona görə nə qədər tez bizə qatılsalar, Bəli. bu konfranslarda, seminarlarda, düşərgələrdə iştirak etsələr, bir o qədər də yaxşıdır. Uşaqlarını sağlam böyüdəcəklər demək. Daha çox məlumatlı olurlar. Bəli, məlumatlanacaqlar. Bəs ümumiyyətlə ölkəmizdə hal-hazırda son statistika nə yerdədir bu xəstəliklə bağlı? Azərbaycanda 1750 pasiyent var. Bunlardan hemofiliya A, B, deməli fon Willebrand xəstəlikləri və digər müxtəlif qanun laxtanma pozğunluqlarıdır ki, 1750 nəfərdir, amma qeyd etmək istəyirəm ki, 10 milyon əhaliyə əslində çoxdur bu rəqəm. Az deyil. Burada da əlbəttə qohum nigahlar rol oynayır. Biz 21-ci ildən etibarən Nadir Xəstəliklər Gününü yəni keçiririk. Bu gün də elmi, tibbi konfranslar keçiririk dövlət səhiyyə qurumları ilə bərabər. Və ölkə rəhbərliyinə böyük təşəkkürümü bildirirəm ki, qohum nigahlarının qarşısının yəni alınmasında müəyyən deməli qərarlar verildi və 2025-ci ilin yəni iyulundan etibarən yəni bu deməli proseslər dayandırılır və düşünürəm ki, bu öz töhfəsini verəcək. Yəni ağır xəstəliklərdən əziyyət çəkən uşaqların sayı yəni azalacaq. Yəni dünyaya gələn xəstəlikdən uşaqların sayı azalacaq. Həm də ki öz növbəsində əlilliyi olan şəxslərin də sayı azalacaq. Ayaz bəy, bu hemofiliya ilə bağlı bildiyimiz qədər dünyada da bir gün var ki, hansı ki o gün bu qeyd olunur. Qeyd olunur o mənada ki, yəni maarifləndirmə, məlumatlandırma və böyük informasiya ötürülür və dediyiniz kimi ilkin informasiya hər şeydən önəmlidir. Bu ayın 17-si, aprel ayının 17-si yanılmıramsa olur. Bununla bağlı nə tədbirlər keçirilir, hansı məlumatlar verilir? 17 aprel Dünya Hemofiliya Günüdür və bu 89-cu ildən etibarən bütün dünyada keçirilir bu gün. Və bu gün də müxtəlif formatlarda deməli tədbirlər keçirilir. Məqsəd odur ki, xəstəliyə diqqətin cəlb edilməsidir və xəstəliyin problemini gündəmə çıxartmaq və həlli yollarını ortaya qoymaqdır. Hemofiliyalı xəstələrin Assosiasiyası qeyd etdiyim kimi 97-ci ildən etibarən hər il 17 aprel Dünya Hemofiliya Gününü xüsusən qeyd edir. Burada biz müxtəlif elmi konfranslar keçiririk. Daha sonra deməli televiziyalarda çıxışlar davamlı olaraq yəni olur bizdə və qeyd etmək istəyirəm ki, keçən ildən etibarən biz bir deməli yeniliyə addım atdıq. Keçən il və bu ildə biz bunu keçirəcəyik. Muğam mərkəzində həm hesabat verildi ki, il ərzində hansı işlər görülüb. Tədbirin ikinci hissəsi də o idi ki, deməli muğam, yəni bizim milliliyimizə bağladıq bu günü və muğam yəni axşamı keçirildi. Bu çox gözəl bir yəni effekt verir sizə deyim ki, 450 nəfər deməli mötəbər qonaqların hemofiliya barəsində eşitməsi, görülən işlərlə bağlı tanış olması və gələcək planlarla bağlı yəni məsələləri dinlənməsi çox yaxşıdır və biz bu ildə 17 apreldə bu tədbiri yenidən keçirəcəyik. Bundan başqa digər deməli tədbirlər də keçirməyə planlaşdırırıq ki, yəni elmi seminarlar və konfransların keçirilməsi gündəmdədir. Hər il bir hemofiliya ilə bağlı hansısa bir mövzu üzərində qurulur da, eləmi yanılmıramsa? Bu il bəs nə üzərindədir? Bəli, hər il hemofiliyaya aid müxtəlif mövzular yəni ortaya qoyulur və bütün dünya o deməli mövzunun üzərində gedir. Bu ildə məhz yəni qadın və qızlarla bağlıdır. Çünki bilirsiniz ki, əksər bizim pasiyentlərimiz yəni deməli kişilərdir. Amma qadın və qızlar da pasiyentlər var. Onların sayı azdır. Onlar ikinci planda qalırdılar hər zaman. Bu ilki bizim lozunqumuz yəni qadın və qızlar da qanaxmaya məruz qalır və bütün diqqəti qadın və qızlarımıza yəni ayıracağıq. Çünki onlar gələcəyin yəni analarıdır və onlarda da qanaxmalar olur, şiddətli qanaxmalar olur və onların problemlərini və problemlərdən çıxış yollarını gündəmə gətirəcəyik. Düşünürəm ki, Gülnar xanım, məsələn, biz Ayaz bəyi belə deyək də, sağlam bir şəxs olaraq görürük
və tamaşaçılarımız da elə görür. Amma cəmiyyətdə belə şəxslər çoxdur. Biz vizual olaraq, görüntü olaraq görürük ki, bu şəxsdə heç bir problem yoxdur. Amma deməli ki, hansısa bir qəza, hansısa bir hadisə, hansısa bir mübahisə olunduğu zaman hətta bir qəza nəticəsində o gəlib böyük fəsada çıxarda bilər. Ümumiyyətlə, bütün bu söhbətlərdən bu qənaətə gəldim ki, Ayaz bəy çox ətraflı məlumat verdi həqiqətən bizə. Bizim özümüzü də maarifləndirdi. Belə qənaətə gəlmək olar ki, hemofiliya adını eşidən kimi vətəndaşlar qorxmasın, insanlar qorxmasınlar. Hər şeyin bir çarəsi var. Xüsusilə də müasir dövrdə tibb o qədər inkişaf edib ki, hemofiliya xəstəliyi tam sağlam yaşamağa mane olan bir xəstəlik deyil. Amma bununla belə təbii ki, insan faktorudur, insan psixologiyasıdır. Bəzən hər hansı bir xəstəliyin adından belə qorxub təşvişə düşürük və özümüzə qapanırıq. Psixoloji bir travma yaşaya bilirik. Bu cür insanlara o hemofiliya adını eşidib qorxan, xüsusilə valideynlər olsun, daha böyük yaşlarda elə yetişkin insanlar, onlara öz məsləhətlərinizi, öz təcrübənizdən irəli gələrək tövsiyələrinizi verərdiniz zəhmət olmasa. Tövsiyəm odur ki, ilk olaraq yəni xəstəlik haqqında eşidəndə, yəni övladlarına bu diaqnoz qoyulanda panikaya düşməsinlər, bilsinlər ki, çıxış yolu var. Mütləq şəkildə xəstəlik haqqında yəni ətraflı məlumat alsınlar. Bizim cəmiyyətlə sıx yəni əlaqə saxlasınlar. Çünki ümumiyyətlə yəni bizim ətrafımızda olan pasientlər, onların valideynləri, yəni pasientlər demək olar ki, sağlam yaşayırlar. Çünki biz maksimum onlarla yəni biliklərimizi paylaşırıq. Biz hətta deməli beynəlxalq yəni tibbi deməli təşkilatlarla da sıx yəni əməkdaşlıq edirik. Yəni beynəlxalq təcrübəni davamlı olaraq Azərbaycana gətiririk. Ona görə yəni çoxlu deməli bilgilənsinlər. Bu çox vacibdir ki, uşaqları sağlam böyüsün və bu mümkündür. Əgər valideyn bilgili olsa, uşağı da bilgiləndirsə və dərmanı uşağın yanında olsa, tam sağlam yaşayacaq. Çox sağ olun Ayaz bəy. Düşünürəm ki, çox geniş bir məlumat ötürdük tamaşaçılarımıza və buradan da elə səslənmək istəyərdik ki, ümumiyyətlə ən önəmlisi ilkin yaşlarından əgər bir diaqnoz qoyulursa, varsa ilkin yaşlarından məşğul olmaq lazımdır. Yəni artıq hər şey bitdi, bu sondur, özünə qapanmaq və hətta böyük stresslə yaşayanda adam bir çox xəstəlik tapa bilər. Ona görə düşünürəm ki, bundan uzaq olub, belə deyək, belə sizin təşkilata da qoşulub müəyyən belə istiqamətlərdə maariflənsələr, daha doğru müalicəsini əldə edə bilərlər. Çox sağ olun. Təşəkkür edirik. Minnətdaram sizə. Mən də sizə təşəkkür edirəm ki, bu çox vacib və həssas deməli mövzuya diqqət verdiyinizə görə. Minnətdaram Ayaz bəy. Düşünürəm ki, bugünkü buraxılışımız çox vacib, əhəmiyyətli oldu. Düşünürəm ki, izləyicilərimizi də maarifləndirdik hemofiliya xəstəliyi ilə bağlı. Beləcə, əziz tamaşaçılar, növbəti buraxılışlarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Görüşmək ümidi ilə. Sağ olun.